Dövlət Məşğulluq Agentliyinin fəaliyyətində də böyük qayıdış məsələləri prioritet təşkil edir. Elə bugün studiyamızda qonağımızla məhz bu məsələləri müzakirə edəcəyik. Qonağımız isə Dövlət Məşğulluq Agentliyinin Məşğulluq Tədbirləri Departamentinin müdiri Pərviz Vənnaldır. Elə ondan başlayaq ki, işğaldan azad olunmuş ərazilərdə görülən məşğulluq tədbirləri nədən ibarətdir? Bir ümumi tamaşaçılarımıza məlumat verin. Dövlət Məşğulluq Agentliyi olaraq işğaldan azad olunmuş ərazi istiqaməti üzrə bir sıra aktiv məşğulluq tədbirləri həyata keçiririk. Bu aktiv məşğulluq tədbirlərinə baxdıqda artıq burada işə düzəltmədir, peşədir, özünü məşğulluqdur, haqqı ödənilən ictimai işlər üzərinə cəlbdir, vakansiya bankı üzrə, kvota üzrə əlavə iş yeridir. Böyük qayıdış çərçivəsində şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır. Rəqəmlərə baxdıqda isə biz artıq 4500 nəfər böyük qayıdış çərçivəsində köçürmüş şəxslərin məşğulluğunu təmin etmişik. Bunların tərkib hissəsinə baxdıqda isə 3200 nəfərə yaxın şəxsin işlə təmin olunması həyata keçirilmişdir. 300 nəfərə yaxın şəxsin özünə məşğulluğa cəlbi həyata keçirilmişdir. 200 nəfərdən çox şəxsin peşə hazırlığı istiqaməti üzrə işlər həyata keçirilib işə düzəldilmişdir. Artıq 700 nəfərə yaxın şəxs isə fərdi qaydada məşğulluğu təmin olunmuşdur. 100 nəfərə yaxın şəxsin isə haqqı ödənilən ictimai işlər üzrə işlə təmin olunmuşdur. Özünü məşğulluq proqramından belə deyək də verilən aktivlərdə istiqamətlər hansılardır və hansı meyarlara əsasən seçilir? Hal-hazırda aktiv zərflərimizin mahiyyətinə baxdıqda biz 4 kənd təsərrüfatı istiqaməti üzrə 28 istehsal xidmət üzrə aktiv zərflərimiz var. Bu 28 istehsal xidmətdən 23 sabit zərflərimizdir, 5 zərflərimiz isə pivot zərflərimizdir. Ümumilikdə isə 32 zərfimiz var. Zəruri hesab edilən fəaliyyət istiqaməti üzrə lazım olan zərflər istiqaməti üzrə müraciətləri dəyərləndiririk. Həmin zərfin xüsusilə də istehsal xidmət sahəsi üzrə fəaliyyət istiqamətini olaraq istifadə etmə şəraitinin olub-olmamasına baxılır. Regionun iqtisadi potensialı və iqtisadi səmərəliliyi də araşdırılaraq o istiqamət üzrə zərflərlə təmin olunur. Pərviz minnətdaram, çox sağ olun, gəldiniz, suallarımızı cavablandırdınız. Hörmətli tamaşaçılar, bununla da böyük qayıdış məşğulluqdan məskunlaşmaya verilişinin növbəti buraxılışının sonuna çatdıq. Gələn görüşlərə dək. Hələlik.